Kiməsə hədiyyə atmaq yaltaqlıq deyil. Mən milyon nəfər hədiyyə atır, yaltaqlanır. O da mən atıb yaltaqlanır. Çünki paxılsızı, bədniyabətdir. Allergiyadandır. Dilruza kimdir? Əsəbləşən kimi hoşu qalxır allergiya. Allah hamının ürəyinə görə versin. Bu həm qarğışdır, həm alqışdır. Allah hər kəsin ürəyinə görə versin. Bu oruçluq ayında heç nə demirəm. Allah hər kəsin ürəyinə görə versin. Rəbbim kim düzdür, kim səhvdir göstərsin. Kim kimin haqqına girir, Allah öz görür. Mən başqa heç nə deyə bilmərəm. Mən süfrəm açmışam, sidq ürəklə. Kim necə qarşılayıb canı sağ olsun. O onun ürəyi, bu da mənim. Çox sağ ol Zübər. Səhifə böyütmək üçün. Nə səhifəyi sən də öldürmüsən, dur uçda buradan. Əsəbi deyiləm ya, sakitəm, yaxşıyam, siz qədər. Mən paxıl olsaydım, kimin yadındadır o canlı? Dedim uşaqlar, 4 deyə bu gəlsin, bayramca. Dedi sənə gəlsin. Sonra dedi ərim qoymur. Gör mən bunun paxıllığını çəkirəm. Gül mənim başıma. Mən axıncı adam olaram, sən paxıllığını çəkirəm. Səndən də bitliyəm, səndən də gözələm. 10 dənə əməliyyat sən eləmişsən, bir dənə mən eləmişəm. Çıxmamısın. Sən elə ortalığa. Gəl üzbəüz duraq, anam yaşda sal. Sən nə evin paxıllığını çəkəcəm? Gəl reallığı danışaq da, sənin yanında uşağa oxşayıram mən. Sən ant verirəm Allaha. Paxıllığımı da çəkəm. Çox sağ olun Jüli xanım. Mən paxıllığımı sən çək ki, səndən mən gözələm. Çox sağ olun. Hələ mənim o qədər özümə maya qoymuram, heç maddi cəhətim ona. Qoyaram, yəni də gəlir uşağıma şeylə, pul xərcləməyim. Gidirəm, valla özümə elə maya qoyaram. 100 dənə qızın da içində seçilərəm. Hələ mən elə kiyinib keçinmirəm, elə şeylər eləmirəm. Ruslan at səs sizə. Paxıllıq niyə çəkim? Paxıl o adam paxıllığını çəkərəm, 7-80-də məndən qəşəng olar, məndən nəsə bir şey olar deyə. Deyərəm ki, hə. Allah hamıya ailə qismət eləsin. Ailənlə bir yerdə sevilmirsən. Yoldaşından, qızlarından açanda daha çox baxılırsan. Tək oturanda sən də bizi kimi 2K, 3K, nəsə maraqlı bir şey yaparanda 4K. Çünki sən kimdən seçilirsən ki? Mənə deyir ki, canlısına prim verirəm. Sən mənə prim, mən də ərə gedim uşaqlarımla oturum, canlımı qaldırım 20-30K-ya. Mən paxıllığını çəkəcəm, söz deyəndə hamıya deyir paxıllıq çəkirsən. Və sən bu qədər adama söz deyirsən, sən kim paxıllığını çəkirsən? 100 dənə adama söz demirsən, valla 1000 dənə adama söz atırsan, sonra deyirsən səndən deyiləm. Onda gələk Günel ticarət sənə versin polisə. Çıxdın dedin sənin işçiləri belə olsun, yığmısan filan kəsləri ora, çıxdın biabır elədin silikonluları və sənin dediyin sözlər cəmatın yazsan, sənə kimsə təhqir eləyəndə qaçırsan şikayətə, bəs sən kim eləsin? Sənin deyəsən elədiklərin yadından çıxıb. Danışmağa qalanda sən də çox söz danışmısan cəmatın dalıca. Get düz danışaq da, ağzına gələni də düdün, kayıtlar da durur. Onda onlar da səni şikayət eləsin. Çox sağ olun. Buna olar heç kəs olmaz. Bu adam o sözü deyər ki, mən də özüm də əsəbləşəndə danışıram. Məsələn, mən boynumu alıram, qışqırmışam, bağırmışam, danışmışam. O sözü o adam deyər ki, heç kəsdən dalaşmaz, heç kəsdən iş olmaz. Sən də hamıyla dalaşırsan, sonra deyirsən, mənim heç kəsdən işim yoxdur. Mən də dalaşıram, mən danmıram ki. Sən də dur sürüşlə buradan. Kəmalə Günəşli bir üçün buradayım. Pişsin Allah. Tez. Həyasızsan da. Çox həyasızam. Mən vallahi həyasız deyiləm, mən canımda görsə çox mən başqa cür adamam. Mən danışdırmasam danışmaram, tövbə. Mən TikTokda beləyəm. Onu da mənə dəli eləyirlər. Mən çox sakit adamam həyatda. Həyasızda qalanda kimə nəsə desin, bunlar cavabını verər. Kim həyasız deyək? Hamı bir-birinin cavabını verər. Heç vaxt ona qarşı açıq bu sözləri deməmişəm ki, sən mənə buna gəlmişsən. Hələ mənim acıma getdi, Nəsirov nömrə səhifə də verdi. Onda mən də səndən düşmə kəsiliyim. Gördü Nəsirov mənə pisdir, qaçdı Nəsirova nömrə verdi, səhifə verdi. Görünür elə kimdən düşmən olub ay Arzu. Yadından çıxıb deyəsən, mənim yadımda adamsı. Mən onları yadından çıxardım, yenə də səninlə dostluq elədim. O mənim yadımdadır, mən sənə hərəkətlərin hamısı yadımdadır.
Sağ olun. Neyse uşaqlar, söhbəti dəyişin. 5 dəqiqədən sonra bağlayıram salonu. Amma ya da 12'ye yaxın bağlayarım. Mənim çatımda heç kəs artıq söz. Tənqid edirsən elə, təkrar yazma. Gel öz adı canlaşanda nə istəyən yazarsan mənim çatımda yazma. Çok sağ ol, çok sağ ol. Bakmıram. Zuzu deyir, Ləman bir markadır. Sağ olsun. Yaxşı olar. Dost deyilən şey yoxdur, yoxdur, yox. Burada yoxdur. Məni yandıran bilirsiniz nədir? Baboşun dalıca 50 dənə söz deyib. Baboş bunun dalıca, bu baboşun dalıca. İndi baboşla birləşib mənə düşmən kəsilibdir. Baboşa bax, Arzum, heç kəsi özünə yaxın buraxma. Sən şalvar üstə zat geyinən deyirdi, üzdən iraq deyirdi. Adını çəkəndə ağzını əyirdi. İndi nə oldu? Yaxşı oldu, mən pis oldum ay baboş. Hı? Kül mənim başıma. Sözün düzündə deyirəm, oluram paxlı. Bugün məndən tələb edirsən ki, baboşun yanında mənim dalınca bunları danışmısan. Mən sən nə pis deyirəmişəm? Bəs sən mən sənə nə pis deyirəmişəm? Sən Zuzun yanında mənim dalınca nələr danışmısan? Onda mən də açırım bu söhbətləri. Niyə mən canlıçanda Zuzuya, Müşkana demisən ki, gedin canlıçın, o tək qalsın, canlısı düşsün. Mən də sənə buradan sual verirəm. Niyə eləmirsən? Mən də onda inanam Zuzuya. Deməli demisən, hə? Mənim haqqımda nələr demisən Zuzun yanında? Niyə demisən? Mən də səndən soruşuram. Nə pis deyirəmişdim sənə? Hə? Qıraqda deyilən sözlərə belə inanmaq lazımdırsa, onda mən də Zuzuya inanıram. Bir dəfə sənə demişəm Zuzun dediklərini. Allahım da şahiddir. Əksinə yazdım ki, pis olma, düzələr, barışarsınız, əşi keçər gedər. Eybi yoxdur, davadır, şavadır. Bir dənə üzünə vurmadım ki, sən mənim dalımca bu sözləri Zuzu nələr danışır məndən canlıda. Zuzu nə deyirsən, Zuzuya bunları demirsən. Amma sən, bir adam sən sözün kimi o dəqiqə mənim ağzıma gələni deyirsən. Sənə olar, bizə olmaz. Sən o sözün qaçıb hamıyla dostlaşardın ki, Ləmanla dalaşdı. Amma mən sən olmadım. Julia çok sağ ol. Əsəbləşməmişəm aşkım. Mən heç kəsə sadəcə mənim evimə gəlib yemək yeyib mənə deyir cadugər. Söz dediyəndə dil at çəkməmişəm. Göy kim sənin adını çəkirik, sən də bütün sözləri üstüvə götürürsən. Onda da sənin adını çəkmirlər də. Niyə üstüvə götürürsən aşkım? Lazım olan adamların cavabını verə bilmir, mən çatanda səs yazıları qoyur. Gid lazım olan adamların cavabını verək, tir-tir əsirsən qabaqlarında. Bir dənə söz deyə bilmirsən. Demirsən onları vəkillə həll edirəm. Get mənə də vəkillə həll elə. Məndən niyə danışırsan? Mənə niyə söz atırsan? Hə? Sən bilirsən ki, mənə demək lazımdır. Yaxşı, heç bəzilərinin cavabını verə bilmirsən. Danışanda deyirsən, prim vermirəm, eşi prim vermirəm. Eşi prim vermirəm. Danışdı onlardan. Onlara da söz soxda 7, 8, mən 9. Partlamaya düşür, canını açır bağlayır. Görüm kimindəyin qayd eləmişəm, açım göstərim. Sən yaxşı qız olsaydın, kiminsə səsini orada qayd eləməzdin. Demək sən içi qurtlu insanlara qarşı mənfəət güdürsən, insanların qırıqını axtarırsan, insanları telefonda danışdırıb səslərini yazırsan. Demək sən busan. Demək sən busan. Sən kiminsə səsini yazıb canlıda bu kimi göstərirsən, demək sən apasın adamsan əzizim. Valla. Onu hər adam eləmir, onu sən ancaq səni kimi, siyasətçi. Demək ki, sən insanlara qarşı əsil sidq ürəklə yanaşmırsan. Mən dostumla danışıb dostumun səsini niyə yazmalıyam ki? Ay insanlar, dostdan danışanda dostun səsini niyə yazırlar? Vaxt gələndə vurmaq üçün. Hamı yanında nələrsə danışır da, hamı bir-birinə qeybət edir də. Yox. İnsan səsini niyə yazsın ki? Düzdür? Özü səs paylaşmaq özü bir cinayətdir. Sən o gözəl vəkili və sənə deyəsən başa salmayıb ki, səs paylaşmaq özü bir cinayətdir. Sən deyəsən onun xəbərin yoxdur ondan. Özün oturmuşsan vəkilin yanında hamı şikayət edirsən. Dedin sən məcbur çatırmışam. Dolma hə. Özün demişsən də gəlim. Mən demişəm sənə gəl. Quran haqqı. Hamı da yazır Ləman. Bir dəfə dillənib demiş ki, yox Ləman nə əlaqə? Getdim deyir, aş yedim bilmirəm, dolma yedim bilmirəm, onu yedim bilmirəm. Hə, bölməyəli bir şey olan kimi qaçır bölməyə. Onun şey odur. Söz sattıra bilməyəndə qaçır. O Bakıda olanda vəkillə danışır, Almaniyada olanda Vedirə bağlayır. Onun xəsiyyəti elədi aşkım. O hamı tanısın. O burada olanda dili çıxmır heç kəsə. Başqa vaxt gedirəm filan kəsin evinə, belə eləyərəm. Amma oraya gedəndə dili bu boyda çıxır. Burada vəkillərlə danışır. Burada demokratik şey olur o. Mədəni, kulturlu, heç kəsə baş qoşmayan, hamı bunun evin dağıdır, bu mələkdir. Oraya gedəndə amma maşallah dili bu boydadır. Ha? Fərqan hesab ol. O burada mələkdir canım. O burada heç kəsə cavab vermir. O gözləyir Almaniyaya getsin. Almaniyada heç kəsə əli çatmır ona. O burada mələkdir, angel. Burada vəkil tutur, orada yox. Bu hamıya söz deyə bilər, heç kəs buna söz deyə bilməz. Bu sətir